Salam dəyərli yoldaşlar, əziz müəllimlər, mən Elnur Mehdili. Bugün sizlərə Əhməd Cavadın Azərbaycan bayrağının əsərinin məzmun və forma xüsusiyyətləri haqqında ən vacib məqamları çatdıracağam. Sona qədər izləməyi unutmayın. Həmçinin YouTube kanalımıza abunə deyilsinizsə, mütləq abunə olmağı yaddan çıxarmırsınız. Başladıq. Deyir, Türkistan yerləri öpüb alnını, söylər dərdini sana bayrağım, bayrağa müraciət var. Üçrəngli əksini quzğun dənizdən ərmağan yollasın yara bayrağım. Demək ki, qafiyə quruluşu A, B, C, B şəklində qafiyə eləmi təbii ki. Burada quzğun dənizdən təbii ki, Xəzər dənizinin adlarından biridir. Burada heç bir demək epitetdən, təşbihdən söhbət gedəmir. Çünki Xəzərin həqiqi adlarından bir quzğun dəniz olub və Türkistan yerlərinin alnını öpməyi burada təbii ki, metafordan istifadə olub. Türkistan yerləri, küləkləri sənin alnını öpüb, sənə dərdini söylər. Dərdini söyləmək. Yenə təbii ki, burada metafor var. Söylər dərdin sənə bayrağım. Təbii ki, burada 1918-ci ildə AXC-nin binasında, hökumət binasında Azərbaycan üçrəngli bayrağının dalğalandığını görəndən sonra ilhamlanıb Əhməd Cavad məhz bu əsəri yazmışdı. Üçrəngli əksini, bax bayrağının rənglərini qeyd edib burada. Üçrəngli əksini quzğun dənizdən ərmağan yollasın yara bayrağım. Yara, bayrağın yara ərmağan yollaması demək, ərmağan yollasın yara bayrağım. Təbii ki, burada metafordan istifadə edilir. Gedərkən Turana çıxdın qarşıma, burada yoldaşlar Turan deyəndə Türk dövlətlərinin birliyindən söhbət gedir. Yəni Turan, Türk dövlətlərinin birləşmə, Turan adı altında çıxış edir. Gedərkən Turana çıxdın qarşıma, bayrağın qarşıya çıxma təbii ki, yenə də metafordan istifadə olunub, metafordur. Kölgən dövlət quşu qondu başıma. Bax, diqqətli oluruq ha. Burada demək, bayrağın kölgəsini demək, Əhməd Cavad dövlət quşu adlandırır. Kölgən dövlət quşu qondu başıma. İzin ver gözümdə coşan yaşıma, dinlətsin dərdini, aha bayrağım. İzin vermə təbii ki, burada metafordan istifadə olunub. Kölgən dövlət quşu təşbihdən istifadə olunub. Kölgəni dövlət quşuna bənzədib. İzin ver gözümdə coşan yaşıma. Demək, bayrağın izin verməyi və bu metafordan istifadə olunub və dinlətsin dərdini, aha bayrağım. Yəni sən Turana gedərkən qarşıma çıxdın, sənin o kölgün dövlət quşu mənim başıma qondu, yəni üzərimə düşdü. İzin ver gözümdə coşan yaşım. Təbii ki, burada sevincdən insanın gözündən o yaşın coşmağından söhbət gedir. Dinlətsin dərdini, aha bayrağım. Qayız xan soyundan aldığın rəngi, Qayız xan təbii ki, türklərin ən qədim soylarından biridir. Məhz Osmanlı türklərdir, məhz o soydan gəlmişdir. Osman bəy Qayız xan soyundadır. Həmin soydan söhbət gedir. Qayız xan soyundan aldığın rəngi, təbii ki, türklər ilk dəfə, demək biz bilirik ki, türklər ilk dəfə demək, Göytürk dövləti ilk dəfə olaraq məhz rəngdən istifadə edir. Məhz həmin göy rəng, məsələn, həmin göy rəngin gəlməsi, bax, oradan götürülüb. Yəni, həm aldığın rəngi. Qucamış Elxanla Müsəlman bəy, Elxanlar dövləti olub tarixdə, Türk dövləti olub. Qucamış Elxanla Müsəlman bəy və təbii ki, müsəlmanlığın rəngindən söhbət gedir. Elxanın övladı dinin dirəci, gətirdin könlümə səfa bayrağım. Bayrağın könlünə səfa gətirmə təbii ki, metafordan istifadə olunub. Təbii ki, yoldaşlar, biz burada bayrağımızın rənglərinin mənasını demək, burada bu bənddə biz açmasını gördük ki, Qayı xanın soyundan alınan həmin o mavi rəngdən təbii ki, söhbət gedir. Burada mavi rəngdən söhbət gedir. Qayı xan soyundan aldığın rəngi Qucamış Elxanla Müsəlman bəy. Təbii ki, burada söhbət yaşıl rəngdən gedir. Müsəlmanların olan o yaşıl rəngdən söhbət gedir. Elxanın övladı dinin dirəyi, gətirdin könlümə səfa bayrağım. Köçündə tufanlar gəldim irəli. Öpüm kölgən düşən mübarək yerə. Baxın, yoldaşlar, biz digər bənddə, yəni bunun qarşısında olan bu bənddə, ikinci bənddə biz gördük ki, kölgən dövlət quşuna bənzədir. Eyni zamanda kölgənin düşən yer isə mübarək yer adlanır. Yəni, o üçrəngli bayrağımızın kölgəsinin düşən yerə mübarəkdir, müqəddəsdir biz üçün. Öpüm kölgən düşən mübarək yerə. Allahın yıldızı, o gözəl pəri sığınmış qoynunda aya bayrağım. Təbii ki, orada o 800 gülşəli ulduzumuzda Allahın ulduzu hesab edir və ayın qoynuna, o demək 800 gülşəli ulduzun ayın qoynuna sığılmasından təbii ki, söhbət gedir. Sığınmış qoynunda aya bayrağım. Demək, qafiyə quruluşu A, B, C, B, sonra C, C, B, D, D, B kimi qafiyələnir və bütün beytlərdə də, bütün bəndlərdə, üzr istəyirəm, bütün bəndlərdə bayrağa müraciət var. Əsər lirik növdə heca vəznində bənd formasında yazılıb. Tərənnüm əsasında yazılan əsər dördlü şəklində yazılıb, qoşma kimi qafiyələnib. A, B, C, B, C, C, B, D, D, B və s.
Şeirdə vətənini, xalqını dərin məhəbbətlə sevən, səmimi el sənətkarın ürək çırpıntılarını duymaq mümkündür. Əsər bayrağı müraciətlə başlanır. 10 aprel 1919-cu ildə Bakı şəhərində parlament binası üzərində dalğanlı üç rəngli milli bayrağımız vətənpərvər şairi riddətə gətirmiş, coşdurmuş və gözəl sənət əsəri yazmışdır. Şeirdə bayrağımızın üç rəngli olduğu qeyd olunur. Xəzər dənizinin quzğun adı çəkilir. Əsərdə ay və ulduzun təsvirinə verilməsi göstərilir. Şeirdə həmçinin şar qədim Türk dövlətinin elxanilər, Türk ellərin birliyi olan Turana, Türkistan adını qeyd olunur. Türklərin soy kökündən qayı söhbət açılır, qayı soyundan söhbət açılır. Şairin bayrağımızı ulduzu, Allahın yıldızı gözəl pəri adlandırır. Bayrağımızda ulduz ayın qoynuna sığmış kimi təsvir edilir. Bayrağım sözü rədifdir. Şair bayrağın kölgəsini dövlət quşu adlandırır. Bayrağın kölgəsinin düşən yeri isə bayaq qeyd etdiyim kimi mübarək yer adlandırır. Əsər dövlət rəmzlərinin mənası şərhində belə bir şey yoxdur. Çünki orada gerbin və digərin rəmzi yoxsa, sonra bayrağın mənalandırır, bayrağın rənglərindən söhbət edir. Ancaq bayraqdan danışılır. Şeir vətənimizin gözəlliyinə bəhs edir fikri yanlışdır, doğru deyil. Şeirdə şairin türkçü ideyaları da öz əksini tapıb. Vətənin birliyi uğruna mübarizə şeirdə əsas fikir kimi səslənir və düşmənlərə qarşı mübarizə çağırış kimi fikirləri yanlışdır. Yəni, birlikdən danışsın, düşmənlərə qarşı birləşmək, belə bir fakt yoxdur. Əsərdə vətənpərvər ruh hakimdir. Şair bayrağı tərənnüm etməklə yanaşı, bayraqda rəmzləri, rəmzi işarələrin mənasını da açır. Əsərdə azadlığın dəyəri, onun insan həyatındakı rolu kimi məsələlərə toxunma, sırf bayraqdan, sadəcə bayraqdan söhbət gedir. Bayrağı olan sevgi vətənə məhəbbətin simvolu kimi mənalandırılır və Quzğun dəniz, Xəzər dənizi köhnə adlarından biri olub. Bax, buna da diqqətli olacaqsınız ki, mən sizə məzmun forma xüsusiyyəti haqqında məlumat verdim. Diqqətinizə görə təşəkkür edirəm.